Güclü seldən sonra sakinlər çıxılmaz vəziyyətdə qalıblar. Bura Tovuzun Yuxarı Üsüzlü kəndidir. Təxminən 300-ə yaxın sakinin rayonun mərkəzi və ətraf ərazilərlə əlaqəsini təmin edən körpü yararsız hala düşüb. Özəl dayaqlar və torpaq qatı son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Körpünün üzərindəki dəmir döşəmə də ayrıca təhlükə saçır. Məhəlcərlərin olmaması da bu təhlükənin faizini artırır. Hər sel gələndə ya buranı yuyacaq, ya o tərəfi yuyacaq. Məktəbli uşaq var, bağçaya gedəni var, işə gedənimiz var. Hamının altında maşını yoxdur ki, fırlansın, geçsin, o yüzdən bəri gəlsin. Məcbur oluq həmin günü işdən qalaq, uşaqlar qalır dərsdə, müəllimlər zəng edir ki, niyə qalmırsınız? Bir təhər eləyin uşağınızı göndərin, ağaraq, nətər eləyək, hardan keçirdək? Körpünün vəziyyəti belə də görürsünüz. Sel gəldi, bax belə elə, burada şirkət qazıb, burada su apardı. Ona lazımdır, bizə kömək lazımdır, həmdər eləsə, kömək eləsə düzəldək bunu. Şəxsən kənara düzəltmişsiniz? Özümüz düzəltmiş, özümüzün puluna gətirmişik, düzəltmiş. İndi də sel gəldi apardı. Gedən birik, gələn birik. Sakinlər bildirir ki, bu vaxta qədər bir neçə xoşagəlməz hallar da yaşanıb. Körpünün vəziyyəti ilə bağlı aidiyyatı üzrə müraciət etsələr də nəticə əldə edə bilməyiblər. Orada uşağın mənim körpü qırıldı, taxta körpümüz qırıldı, çaya düşdü, nə qədər axdı. Bax o cavanlar, canları sağ olsun, getdilər, olağı tutdular. Biz kənd sovetinə, bələdiyyə rəhbərinə xahiş eləyik, zəng eləyik, deyirlər ki, hə, yaxşı eləyəcək. Bax, bu körpünü də ki, özünüz görürsünüz, aşağıdan bəri köçürmüşük, burada düzəltmişik, burada da bax, belə mümkündür. Uşağımız məktəbə gedə bilmir. Biz valla bütün bələdiyyə o vaxt ki, ona bələdiyyə cah etməklə nəzər getdi, uşaqlar getdi. Eləyəcəkdilər, eləməyələr. Nəsə imkan olmadı, gəlmir. Yuxarı Üsüzlü kənd icra nümayəndəliyindən isə bildirildi ki, sözü gedən körpü sakinlərin istəyi ilə əlavə olaraq quraşdırılıb. Kəndin standartlara cavab verən əsas körpüsü var. Hərəkət oradan təşkil edilməlidir. Qaldı bu körpünün hazırki vəziyyətinə qurum buranın da təmirində əllərindən gələn imkanları əsirgəməyəcəklərini bildirdi.